Tut bunları. Mircan Eremi, o bizim fəsəhlərimizi qırır. Eşyayı dışarıdan tut bunları sensizlere. Vətəndaş, haykü salmayın. Sənədlərinizi təqdim edin. Ne? Sənədlərinizi deyirəm. Ha. Buyur. Süleyman Peygamber'in öz dəsti xəttiyle yazılmıştır. Harda daimi yazılmısınız? Vətəndaş, bu nə tapmacadır mənə verdiniz? Nə başı var, nə ayağı. Mircan Eremi, axı burada heç nə yazılmayıb. Vətəndaş, gedək milis idarəsinə. Vətəndaş, nə oldu? Doğrudan xan necə oldu? Hara qaçdı? O vətəndaş deyil. Bəs kimdir? Xandır. Hansı xan? Əsl qədimdən qalma xan. Onu Rəşid keçmişdən getirir. Hə. Hansı keçmişdən? Onu biz özümüz də bilmirik. Ola bilər 300 il bundan qabaq, ola bilər 500 il. Nə? Nə dedin? Siz mənimlə zarafat edirsiniz, məni ələ salırsınız. Böyüyünüz kimdir? Mən, Familiyam, Mirzoev, adım, Rəşid. protokol yazıb. Valideyninizi çağırarım. Mən vəzifə başındayam. Mənim üçün burada sirk düzəldirsiniz. Biabırçılıqdır.